Salam əziz uşaqlar. Sizin üçün maraqlı bir dərs hazırlamışam. İstəyirəm ki, baxasınız, izləyəsiniz və özlərinizdə qeydlərinizi aparın və öyrənin. Deməli, şəkilləri təsvir edəcəyik. Uşaqların 9-cu sinifdə deməli, bu şəkillə bağlı çətinlikləri olur. İndi mən bəzi sizə deməli, qaydaları, yollarını göstərəcəm. Məsələn, tutalım ki, sizin qarşınıza belə bir şəkil çıxır. Tutalım ki, iki uşaqdır, biri qızdır, biri oğlandır. Deməli, bir ağacı sulayırlar. Biz burada nə etməliyik? Yəni maraqlı olması üçün, sizin inşanız daha gözəl olması üçün, məsələn, siz bu uşaqlara ad verə bilərsiniz. Məsələn, oğlanın adını qoyaq, tutalım ki də Mike olsun, ya da qızın adı olsun, məsələn, Jane. Birinci bizim işimiz nədir? Mübtədamız kim? Yazırıq burada, məsələn, Mike and Jane. Bunu yazandan sonra uşaqlar artıq bizdə 3 söz burada vardır. Sulamaq elə su sözündən götürülüb də, yəni water həm su deməkdir, həm də sulamaq deməkdir. Düzdür, gülləri sulaya bilərsiniz, nə bilim ağacları sulaya bilərsiniz. O zaman waterdan istifadə edə bilərik. Amma əgər hal-hazırda biz bu hərəkəti göstərmək istəyiriksə, o zaman biz nə etməliyik? İndiki davam edici zamandan istifadə etməliyik. Yəni to be-nin forması plus ing şəkilçisindən istifadə edəcəyik. Yəni burada 2 nəfər olduğu üçün cəm olduğu üçün biz burada deməli to be-nin are formasından istifadə edirik və water-ı götürəcək eləyəcəyik watering. They are watering. Mübtəda və xəbərimiz artıq hazırdır. Bir mübtəda, xəbər də ki, ikinci yerdə gəldi. Artıq sizin cümləniz demək olar ki, hazırdır. Mike və Jane neyinir? Sulayır. Sualçı nəyi sulayır? Bizə tamamlıq lazımdır. Ağacı sulayırlar. Z götürməli, çünki məlumdur. The tree, burada yazırıq, cümlə düzəldi. Məsələn, bunun əvvəlində siz deyə bilərsiniz ki, gözəl havadır, Mike və Jane bağdadır, onlar məsələn ağacı sulayır. Yəni bir şəkildən siz adi 2 dənə, 3 dənə cümlə yazırsınız. Bu da hardasa bir 10 cümləyə uyğun gəlir. Yəni bizə də nə lazımdır? Ən azı 35 sözdən ibarət olan cümlə yazaq, amma o da doğru olsun. Yəni sadə cümlələrdən istifadə eləsəz, daha da yaxşı inşanız ortaya çıxacaq və qiymət də yəni ki, yaxşı olacaq, lap əla qiymətiniz də ola biləcək. Bunu biz keçən dəfə demişdik, amma yenə də sizə xatırladıram. Məsələn, Jane, belə götürək, Jane gitarada ifa edir. İfa edir is playing olacaq. Bunu təkrar üçün yazıram. Is playing götürəcəyik. Nədə ifa edir? Gitarada the guitar yazırıq. Bəli, the guitar. Və beləncə. Məsələn, bunun əvvəlini yazmaq olar ki, məsələn, Jane, tutalım ki, Jane likes music. Bax, bu cümləni yazdınız, üzr istəyirəm, likes olmalıdır. Bu cümləni yazandan sonra Jane musiqini sevir, düzdür? 1, 2, 3 söz və burada Jane is playing the guitar. Burada biz Jane sözünü adını she ilə əvəz edə bilərik, düzdür? Deməli 3, 4, bu hamısı götürə bilərik 5 və 6. Artıq birinci şəkildə, yəni 6 sözdən ibarət olan bir inşa yazmış ola bilərik. Bunun əvvəlində yenə başqa bir şeylə fikirləşmək olar. Mən hələ ki o dərinliyə getmək istəmirəm. Mən istəyirəm ki, siz hələ ki o gördüyünüz bir hərəkəti öz sözlərinizlə ifadə edə bilməyinizi istəyirəm. Burada uşaqlar, görürük ki, uşaqlar və atanız, ananız, evdə kimsə sizə sual verir ki, məsələn, bu şəkli təsvir et. Məktəbdə müəllim deyə bilər. Uşaqlar həyətdə, məsələn, futbol oynayır. Nə edəcəyik biz? Uşaqlar, kim uşaqlar? The children. Yəni, ən azı bir 200, 300, 400, yəni 500 də belə götürək. Söz bilən şagird bunları çox rahatlıqla yaza biləcək. The children. Uşaqlar nə idi? Futbol oynayır. Futbol oynamaq ümumiyyətlə ifadəsi beləncədir. Play football. Lüğəti yaxşı bilsəz, cümlələri qura biləcəksiniz. Bu olacaq cümləmizin xəbəri, bu olacaq tamamlıq. Uşaqlar nə edir? Oynayır. Biz play götürsək, ümumiyyətlə siz bilirsiniz, ingilis dilində indiki sadə zaman var, bir də indiki davam edici zaman forması var. Bizim dildə bu yoxdur. Biz deyirik ki, məsələn, yağış yağır, hər gün də yağış yağır, yağış yağır, yəni mübtəda xəbərindən istifadə edirik.
İndi də yağsa, deyir ki, indi yağış yağır. Amma ingilislər hər gün, hər dəfə, həmişə adət halına keçmiş hərəkətləri, yəni həmişə baş verən hərəkətləri göstərəndə götürürlər məsələn play, məsələn it rains, go, goes-dan istifadə edə bilirik və s. Amma hal-hazırda deməli biz o hərəkəti ifadə etmək istəyiriksə, göstərmək istəyiriksə, biz əmizar formasından istifadə etməliyik. Burada izi yazaq, cümləmizdə qoy qəşəng olsun. Bəli. Deməli, əmizardan istifadə eləyəcəyik. Children burada cəmdə olduğu üçün bunlar işlənməz. Are və götürdüyümüz feilin sonuna ing şəklisi əlavə etməliyik. Yəni, bura ing formasını əlavə edirik. The children are playing football. Siz burada nöqtə də qoya bilərsiniz, amma cümlənin ardını yenə də gətirə bilərsiniz. Məsələn, həyətdə. In the yard deyə bilərsiniz. On the playground deyə bilərsiniz. At school yard deyə bilərsiniz. Ümumiyyətlə, baxır da orada söhbət nədən gedir. Buna baxırıq uşaqlar. Deməli, 8-ci şəkildə uşaqlar kompüter oyunu oynayırlar, video oyun oynayırlar. Deməli, oynamaq yenə də biz burada play-dən istifadə eləyə bilərik. Düzdür? Əsas söz play-dir. İndi oğlanlar the boys yazdıq burada. The boys götürdük. Düzdür? The boys, oğlanlar cəmdə olduğu üçün are götürəcək. Are. Play nə olacaq? Özünüz deyin. Playing. Aferin. Deməli, oğlanlar oynayır. Nə oynayır? Video oyun oynayır. Video game yaza bilərik. İstəsəz bu oğlanlar, yəni ki, mübtədasını məsələn ad qoya bilərik. Mark, məsələn, and Mike. Əli and Vəli. Məsələn, indi siz baxırsınız da Elnur və tutalım ki, Yusif. Necə istəyirsiniz, yəni adlar yaza bilərsiniz. Növbətdə görür ki, 2 nəfərdir. Deməli, savaşırlar. Yəni, savaşmaq necə yaza bilərik? Fight. Fight götürdük. Deməli, they, onlar. Yenə deyirəm də, biz bunu şərti götürürük, onlar. 2 ad qoya bilərik, uşaqlar deyə bilərik, tələbələr deyə bilərik, mənim dostlarım deyə bilərik. Baxırdı indi cümləyə. They ilə işlənəcək are forması. Fight nə olacaq? Özünüz deyin. They are fighting deyəcəyik. Aferin sizə. Sonra. Deməli, oğlan dərs çalışır, ev tapşırıqlarını edir. Ev tapşırıqları ifadəsi, deməli, do homework. Bunu özümüz üçün qeyd edirik. Do homework. İndi bu oğlana bir də ad qoymaq olar. Məsələn, Ben. Yazılır burada Ben. Siz deyin, əmizarda nəyə götürməliyik? Ben is. Sonra do nə olmalıdır? Özünüz deyin. Doing. Bəli. Ben is doing. İndi bu homework kimindirsə, indi kim yazırsa bunu, biz orada yəni əvəzli götürməliyik isimli forma. My, your, his, her, our, they və s. İndi burada Ben'dən söhbət getdiyi üçün, Ben də he olduğu üçün biz burada götürəcəyik. Ben is doing his homework. Görürsünüz nə qəşəng alınır. Yəni, zəif tələbələr var ki, yəni zəif deməzdik, yəni inşada ola bilsin, zəifliyi var. Yəni, bunu bilməklə uşaqlar, məsələn də belə bu cümləni götürək. 1, 2, 3, 4 söz, eləmi? Siz 3 dənə şəkildə hərəsində bir cümlə yaza bilsəz, elə 4 sözdən götürsək, bu da eləyir 12 söz. Elədir? 12 sözdə 35 sözün, elə 36 götürək də məsələn də, 3də 1 hissəsi eləyir, eləmi? 3də 1 hissəsi. Burada deməli bizə də verəcək 16-75. 16 bal 75, %75, eləmi? Bunu 3 yerə bölsəz, hardasa bu 5 baldan, yəni ki, yuxarı qazanmış olacaqsınız. Belə eləyir də, yəni 3də 1 hissəsi belə eləyəcək də. 5-dən yuxarı. Yəni 6 olmaz, yəni 5-dən yuxarı qazana bilərsiniz. Yəni 3 dənə cümlə yazmaqla. Yəni təsvir edin ki, hər şəkilə aid siz yəni 2 dənə, 3 dənə cümlə yaza bilsəz, əlbəttə ki, sizin yaxşı nəticəniz ola biləcək. Məsələn, tutalım ki, növbəti şəkildə görürük ki, ana nə edir? Yemək bişirir. Yemək bişirmək ümumiyyətlə cook demək olar, eləmi? Sonra make demək olar, çox geniş yayılmış sözdür.
Prepare deyə bilərsiniz. Üzr istəyirəm. Sileyim. Prepare yazar burada. Prepare. Yəni, nə hazırlayır? Məsələn, burada biz lunch götürək. Günorta yeməyini hazırlayır. Yaza bilərik. İndi siz deyin, ana, mother. Burada bizdə artikl işlətməsək də olar. Mother. Ya his mother, her mother əvvəldə götürmək olar. Çünki onsuz da o şəkildə bilinəcək də bu kiminsə anasıdır. Və yaxud da Benin anasıdırsa, Ben's. Bunlardan istifadə edin də, çünki bu söz yaradır da istər-istəməz də cümləni çoxaldır. Cümlənin sözlərini çoxaldır. Deməli, Ben's mother nə götürəcək uşaqlar? Əmizardan is götürəcək, is, sonra ing forması. Tam ki, cook götürürüksə, eləyəcəyik is cooking. Eləmi? Make olsaydı is making, prepare, preparing. Məsələn, lunch deyəcək. Düzdür? Məsələn, bu cümləni istəsiniz, biraz da artıra bilərsiniz. Yemək pişirir, nahar pişirir ailə üçün. For, məsələn, the family. Və ya ki, for her family. Necə istəyirsiniz deyə bilərsiniz. Yəni, burada da 2 dənə, 3 dənə söz artırmış ola bilərik. Burada da məsələn, bu oğlana ad qoyaq və ya da mənim dostum deyək. My friend, biraz da maraqlı olsun. My friend. Neyinir? Kompüterdə işləyir. İşləmək workdir. Siz deyin, is working. Düzdür? Is working. İşləyir. Nədə kompüterdə? On the computer deyəcək uşaqlar. On the computer və burada yazacaq. Afərin, işləyin sizlər. Yəni ki, bundan istifadə edin. Yəni mən bu videoları çəkəcəm. Bunlar nümunəvi dərslərdir uşaqlar. Yəni ki, öyrədici dərslərdir. İnşallah bizim onlayn dərslərimiz olacaq. Baxın, bəyənsəz, onlayn dərslərə mən elan verəcəm, qoşula bilərsiniz. Çox güman ki, yay vaxtı olacaq. Bir dənə də belə bir şey hazırlamışam sizin üçün uşaqlar. Buna da baxın. Translate sentence cümlələri tərcümə edin. Yadda saxlayın, bir var ki, şablon sözləri bilərsiniz, şablon cümlələri bilərsiniz. Amma onları biləndə çox kənara çıxmaq olmur. Yəni, ancaq o sözlərdən istifadə edə bilirsiniz. Amma Azərbaycan dilindən, ana dilindən ingilis dilinə siz tərcümələr edə bilsəz, siz müxtəlif sözləri dəyişməklə, onlardan istifadə etməklə daha da gözəl cümlələr qura bilərsiniz. Yəni, bunu artıq sən özün yaradırsan. Özün yaratdığını müxtəlif formalarda yəni ki, işlədə bilərsiniz. Məsələn, tam ki, birinci cümləyə baxaq uşaqlar. Markeri götürürüm. Bir zəhmət olmasa, please, burada please yazıram. Diqqətlə baxın, please yazdım. Please formasını biz axırda da yaza bilərik, yəni fərq etməz. Dəftərlərinizi açın. Yəni siz burada bilməlisiniz ki, bu əmr cümləsidir. Yəni mən sizə deyirəm, qarşımdakına deyirəm, düzdür? Və ingilislərdə söz ardıcıllığına görə birinci bu gəlməlidir, açın. Açın da ingilis dilində open. Open yazdıq, sualçı nəyi? Dəftərlərinizi. Dəftər məsələn götürək olsun notebooks. Copybooks fərq eləməz, düzdür? Dəftərlərinizi deyəndə artıq, yəni mən sizin yəni dəftərlərinizdən söhbət getdiyi üçün mən burada götürəcəm open your notebooks. Oldu? Sonra deyə bilərsiniz open the windows, pəncərələri açın, open the door, qapını açın, open your books, kitablarınızı açın və bu formada yəni neçə 100 dənə cümlə məsələn düzəldə bilərsiniz. Məsələn, ikinci cümləyə baxaq. Siz nə oxuyursunuz? Düzdür? Siz nə oxuyursunuz? Əgər sizin cümlənizdə və belə yadda saxlayın. Nə, kim, nə vaxt, nə zaman, niyə, harada və belə sözlər varsa, sual əvəzlikləri. Onlar ingilis dilində birinci yerdə gəlməlidir. Nə? Tərcüməsi siz deyin what. What yazdım. İndi mən bu dəqiqə soruşuram ki, siz nə oxuyursunuz? Düzdür? Ing formasından istifadə edir. Yəni ing formasından mən ing deyirəm də hamımızı başa düşsün. O formada. Yəni kimsə orada səhv tuta bilər ki, müəllim ing demir, ing deyir. Yəni mən ing deyirəm ki, yəni çox zəif şagirdlər də yəni tam başa düşsün ki, mən nədən söhbət açmışam və nədən söhbət gedir. Bu what qalsın yerində. Bunu başa düşdük. Deyir ki, siz oxuyursunuz, sual cümləsidir. Siz bu sualı hələ ki götürün. Sadəcə deyin ki, siz oxuyursunuz. Məsələn, biz deyirdik ki, onlar futbol oynayır.
They are playing. Düzdür. Burada deyək ki, siz oxuyursunuz. Siz you yazıram da you. Əmizarda nəyə götürəcəm siz deyin? Are. Oxumaq əgər readdirsə, düzdür. Olur nə? Bu nə idi getdirişim? Təzədən yazın. You are reading. Düzdür. You are reading. İndi bu sual işarəsi burada qoysam, artıq you are reading düz olmayacaq. Biz bu you-yu buradan vururuq, gətiririk əvvələ. Nə olur? What are you reading? Sən nə oxuyursan? Aydın oldu? Siz nə oxuyursunuz? İndi biz bu reading-in yerinə əgər doing qoysaq, tərcüməsi nə olacaq? What are you doing? Siz nə edirsiniz? Çatdı fikrim. Watching qoysaq, siz nəyə baxırsınız? Nə bilim, playing qoysaq, siz nə oynayırsınız? Çatdı fikrim. Yəni beləcəsindən istifadə edə bilərsiniz. İndi məsələn, siz hara gedirsiniz? İndi gəlin, necə deyərlər, addım-addım birlikdə işləyək. Məsələn, siz hara gedirsiniz? Birinci nə olmalıdır? Hara gəlməlidir. Düzdür? Yazırıq where. Siz yəni indi hara gedirsiniz? Bu dəqiqə hal-hazırda. Və yəni yazdıq. Bunu qoyuruq bir kənara. Siz gedirsiniz, sual eləmi? Biz yuxarıdakı cümlə kimi bunu siz gedirsiniz yazaq. You. Yenə də are-dan istifadə eləyəcəyik. You are. Getmək go-dur. You are go deyə bilmərik. Nə deməliyik? You are going. Və siz gedirsiniz. You are going məsələn home. Siz evə gedirsiniz. You are going to the cafe. Kafeyə gedirsiniz. Amma burada sual işarəsi mən yazıramsa, əlavə edirəmsə, və yaxud da ki, indi danışıqda indi sual işarəsi göstərmirəm ki, sual vermək istəyirəm ki, siz hara gedirsiniz? Artıq və ya you are going yox. Sualda nə etməliyik? Gəlib keçməlidir əvvələ olmalıdır və ya are you going olmalıdır. Amma dördüncü cümlədə uşaqlar, siz hər gün hara gedirsiniz? Bu zaman uşaqlar ing formasından, ing formasından istifadə etmək olmaz. Bu artıq sadəcə go-dan istifadə eləyərik. Məsələn, üçüncü şəxsin təkində goes-dan istifadə edə bilərik. Etməliyik daha doğrusu. Feil bir olanda, yəni ki, go üçün feil olsa, sualın do ilə götürəcək. Amma s-li formada üçüncü şəxsin təkində isə does-dan istifadə eləyərik və s-lər də düşər. Yenə də burada uşaqlar hara var. Deməli, götürəcəyik where. Və yəni yazdıq. Deməli, siz gedirsiniz. You go götürürük. Hər gün siz gedirsiniz. You go-dur. Every day. You go every day. Every day hər gün olduğu üçün biz go götürməliyik. You are going o now olanda məsələn active moment olanda biz götürə bilərik. İndi bu dəqiqə bu yoxdur burada. Every day hər gün bu təkrarlanır. Siz hər gün gedirsiniz. İndi sual işarəsi gəlir ki, siz hər gün hara gedirsiniz? Bəli, you go-nun sualı olmalıdır. Do you go? Yəni Azərbaycan dilində bu forma yoxdur. Uşaqlarda həmişə bu çətinlik yəni yaradır. Amma where do you go? Siz hara gedirsiniz? Birdən dünən olsaydı ki, siz hara getmişdiniz? Bunun yerinə did yazsaz və ya desəz, olacaq where did you go? Siz hara getmişdiniz məsələn dünən. Bir də bunu da deyək bu günlük. Məsələn, zəhmət olmasa, nə deyir burada? Please. Özünüz də saxlaya bilərsiniz videonu. Yazın, sonra yoxlayın, please. Əyləşin, sit down. Sit down. Götürdük. Dəftərlərinizi götürün. Birinci olacaq götürün. Take. Düzdür. Dəftərlər. Notebooks. Bunu da götürdük. Dəftərlər sizin olduğunuz üçün yourdan istifadə edəcəyik. Düzdür. Və and. Düzdür. Mətn 5-i deməli yazın olmalıdır deyəsən. Yazın. Birinci yazın götürəcəyik. Yazın. Write. Yazın. Nəyi? Mətn 5-i. Text. 5. Beləncə olacaq. Hələlik bu qədər uşaqlar. Mən yenə də videolar çəkəcəm. Atacam. Siz də baxın, izləyin. Xoşunuz gəlsə, inşallah yay aylarında deməli sizə elan göndərəcəm. İstəsəz dərslərə qoşularsınız. Qarşıda şəkil üzrə yenə işlərimiz olacaq. Qrammatika, yəni izahlar olacaq. Qrammatika, deməli dil qaydalarına aid suallarımız olacaq. Testlərdə yəni ki düşən suallarımızı yəni ki izah eləyəcəm.
Yəni maraqlı işlərimiz çox olacaq. Yəni baxın, bəyənin, istifadə edin. Sağ olun.